Salam uşaqlar, birləşmələr nəzəriyyəsindən 101-ci sualla davam edək. N faktoriala bir t desək, buradan alarıq 3t kvadrat çıxaq 5t çıxaq 2 bərabər 0. T-ni tapsaq buradan 3t deməli müsbət 1 mənfi 2. Hasil mənfi 2 verməlidir. Çarpaz vurub toplayanda mənfi 5t-ni verməlidir. Deməli bunu yaza bilərik 3t üstəgəl 1 t çıxaq 2 bərabər 0. Birinci vuruqdan t bərabər mənfi 3-1, ikinci vuruqdan t bərabər 2 alırıq. Mənfi 3-1 kənar kökdür. Deməli t bərabər 2 cavabımızdır. Onda gətirib yerinə yazsaq n faktorial bərabər 2, n bərabər buradan 2 alırıq. 102 oxşar sualdır, 103 də oxşar sualdır, 104 də oxşar sualdır, 105-i yazaq. X çıxaq 1 permutasiya 2-yə, deməli bunu yaza bilərik x çıxaq 1, x çıxaq 2, bərabər x çıxaq 1. X çıxaq 1-ləri ixtisar aparsaq, x çıxaq 2 bərabər 1, x bərabər 3. 106 oxşar sualdır. 107 x çıxaq 2-dən 2-yə yaza bilərik x çıxaq 2 vuraq x çıxaq 3 bərabər 30. Mötərizəni açsaq x kvadrat çıxaq 5x üstəgəl 6 bərabər 30. 30-u sola gətirsək çıxaq 24 bərabər 0. x1 bərabər x2 bərabər. Deməli, vuranda mənfi 24, toplayanda müsbət 5 alınmalıdır. Mənfi 3, müsbət 8. Deməli, doğru cavab müsbət 8, mənfi 3 kənar kökdür. Bilirik, natural ədəd olmalıdır. 108 oxşar sualdır. 109-a baxaq. Dəyirmi stol arxasında 6 nəfər neçə üsulla əyləşə bilər? Dəyirmi masa, dairəvi masa ətrafında biz bilirik ki, 6 çıxaq 1 faktorial üsulla əyləşə bilərlər. Bu da bizə 5 faktorial, yəni 120 üsulla əyləşə bilərlər. 110 oxşar sualdır. 111 binomun açılışında əmsalların cəmini soruşur. Əmsalların cəmi dedikdə x və ümumiyyətlə dəyişənlərin yerinə 1 yazıb hesablamalıyıq. 7 x bərabər 1 dəyişənlərin yerinə 1 yazırıq. X vuraq 1 çıxaq 5 üstü 6. Da 2 üstü 6 verəcək, yəni 64. 114-də, 111-də doğru cavab 64. 112 burada da oxşar sualdır, yazarsınız. 113 2n üstəgəl 2 faktorialı məxrəcdəki 2n-ə görə belə yaza bilərik. 2n faktorial vuraq 2n üstəgəl 1 vuraq 2n üstəgəl 2 kimi. Eyni zamanda vuraq n çıxaq 1 faktorialda yazaq olduğu kimi. Məxrəcdə 2n faktorial vuraq n üstəgəl 1-i surətdəki n çıxaq 1-ə görə n çıxaq 1 faktorial vuraq n üstəgəl 1 hasili kimi yazsaq bərabər 5. Buradan 2n faktorial ixtisar, n çıxaq 1-lər ixtisar gedir. Buradan 2-ni çıxarsaq mötərizə xaricinə n plus 1, bunlar da məxrəcdən ixtisar gedəcək. Deməli, surətdə alınır 2 vuraq 2n üstəgəl 1, məxrəcdə n bərabər 5. Bunu sadələşdirsək 4n üstəgəl 2 bərabər 5n. Buradan da n bərabər 2 almış oluruq. 114 oxşar sualdır. 115 birinci bu şərti qeyd eləyək ki, n böyük bərabər 2 olmalıdır. Buradan permutasiya n-dən 2-ni yazsaq, n vuraq n çıxaq 1, kiçik 12. n kvadrat çıxaq n çıxaq 12, kiçik 0.
Buradan n1 bərabər n2 bərabər. Hasil mənfi 12 cəm müsbət 1. Mənfi 3 müsbət 4. Deməli verilən bərabərsizliyin həlli olacaq. Mənfi 3 müsbət 4. Ancaq n böyük bərabər 2 şərtinə görə həll olacaq 2 parça 4 aralıq şəklində. Ən kiçik ədədi tapın. Ən kiçik ədəd bərabər 2 alınır. 115'də doğru cavab 2. 116 oxşar sualdır. 117. Buzda 5 ağ, 6 qara və 4 sarı kürəcik var. Yalnız 3'ü ağ olmaqla, deyirsə biz deməli ağdan 3'ünü götürməliyik. 5 ağdan 3'ünü götürsək kombinezon 5'dən 3 alarıq, vuraq. 4 kürəci neçə fərqli üsulla seçmək olar? 4 kürəciyi seçiriksə biz artıq 3'ünü seçmişik. Yerdə qalıb 1 kürəcik. Verilən 1 kürəciyi də biz seçməliyik digər kürəciklərdən. Yəni 6 qara və 4 sarı kürəcikdən. Ümumilikdə 10 kürəcik var. Ondan 1 bərabər. 5'dən 3'ü hesablasaq 5'dən 3 həm də 5'dən 2'yə bərabərdir. 5 vuraq 4 bölə 2 vuraq 10. Bərabər. Deməli 10 vuraq 10 bərabər 100 üsulla deməli seçə bilərik 117. 118 oxşar sualdır. 119. Qrupda müəyyən sayda eyni hüquqlu iştirakçılar var. Seçilən 2 iştirakçıdan birinin kapitan, digərinin isə köməkçisi olmasının mümkün halların sayı 42'dir. Qrupda neçə nəfər var deyir. Deməli arada seçimlər arasında fərq varsa bu permutasiyadır. Deməli permutasiya x-dən 2'yə bərabər 42. Da o demək ki, yəni x vuraq x çıxaq 1 bərabər 42. Buradan x'i tapsaq x bərabər 7 alırıq. 120 oxşar sualdır. 121. Deməli surətdən n üstəgəl 4 faktoriyalı mötərizə xaricinə çıxarsaq, burada alınır n üstəgəl 5 çıxaq 1. Məxrəcdən n üstəgəl 3 faktoriyalı mötərizə xaricinə çıxarsaq, burada alırıq 1 üstəgəl n üstəgəl 4 bərabər n üstəgəl 5'də 121. Deməli surətdə n üstəgəl 4 faktorialla n üstəgəl 3 faktorial ixtisar gedir, qalır surətdə n üstəgəl 4. Vuraq, burada da n üstəgəl 4 alınır. Məxrəcdə qalınır n üstəgəl 5 bərabər n üstəgəl 5'də 121. N üstəgəl 5'ləri ixtisar aparsaq, buradan n üstəgəl 4'ün kvadrat bərabər 121, n üstəgəl 4 hər tərəfdən kök alsaq 11, n bərabər 7 alacaq. 122. 3 fərqli məktub 5 poçt qutusuna neçə fərqli şəkildə qoyula bilər? Deməli, birinci poçt qutusuna 3 fərqli məktubdan İstənilən 5'ini, deməli 5'ini yaza bilərik. Birinci, ikinci, 3, 4, 5. Deməli bunlar poçt qutularıdır. P5. Birinci məktubu verilən poçt qutuların istənilən birinə biz yerləşdirə bilərik. Yəni 5 poçt qutusunun hansına istəsə yaza bilərik. Bizə demir hər poçtda ən az bir dənə və ya ən çox bir dənə. Bizə deyir ki, istənilən formada. Yəni birinci məktubu M1'i verilən poçt qutuların hansına istəsə yerləşdirə bilərik. 500 sonra. M2'ni də istədiyimiz formada poçt qutuların hansısa birinə ata bilərik. Bu da 5. Üçüncü eyni ilə üçüncü məktubu da hər hansı poçt qutusunun istənilən birinə yerləşdirə bilərik. Ümumilikdə eləyəcək 503, yəni 121.
5. 4 fərqli məktub 3 poçt qutusuna neçə fərqli üsulla yerləşdirilə bilər burada. Burada da 4 dənə məktubdur. Birinci deməli P1, P2, P3. Bu da M1, M2, M3, M4. 4 dənə fərqli məktubdur. Birinci məktubu verilən poçt qutuların istədiyimiz birinə yerləşdirə bilərik. Bu olacaq 3 üsulla. İkinci məktubu da yenə 3 üsulla. Üçüncü məktub 3 üsulla. Dördüncü məktub da 3 üsulla. Ümumilikdə 3/4, yəni 81 üsulla qoyula bilər. 124. 3 fərqli oyuncaq 8 uşağa, hər uşağa ən çox bir oyuncaq vermək şərti ilə neçə fərqli üsulla? Burada fikir verirsə, ən çox bir oyuncaq vermək şərti ilə deyir. Deməli, əgər 3 dənə oyuncaq varsa, birincidə biz 8 uşağa deyirsə, hər hansı birinə 8 üsulla deməli oyuncaq vermək olar. Ən çox deyirsə, əgər birincinə 8 oyuncaq vermişiksə, 8 oyuncaqdan birini vermişiksə, ikinciyə qalır artıq 7, üçüncüyə də qalır 6. Bu da bizə verəcək 56 vuraq 6, 36, 33. 336. 125. Burada da 2 fərqli oyuncaqdır. Yəni permutasiya belə də yaza bilərik. 9-dan 2-yə. Yəni 9 vuraq 8, 72. Belə 9 vuraq 8, 72. Bunu da həmçinin elə yaza bilərdik. Məsələn, permutasiya 8-dən 3-ə. Bu da 336 verəcək bizə. 126. Yusif və İbrahimin aralarında olduğu 10 nəfərlik heyət arasından 4 nəfəri neçə fərqli üsulla seçmək olar ki, bu 4 nəfərlik qrupun tərkibində Yusif və İbrahim də olsun. Deməli, Yusif və İbrahim mütləq qrupun içində olmalıdır. Yusif ilə İbrahim. Bunlar mütləq seçilməlidir. Geriyə qalır 10 nəfərdən ikisini seçmişiksə, geriyə qalır 8 nəfər. Deməli, artıq ikisini seçmişik. Yusif ilə İbrahimi seçmişik. 8-dən 2 nəfəri seçməliyik. Yəni 8 vuraq 7 bölək 2. Bu verəcək 28. 28. 127. Burada da Çinara və Muradın aralarında olduğu 9 nəfərlik heyət arasından 5 nəfəri neçə fərqli üsulla seçmək olar ki, qrupun tərkibində Çinara və Murad olsun. Çinara ilə Muradı artıq seçmişiksə, geriyə qalır 7 nəfər. Deməli, biz 7 nəfərin içərisindən ikisini seçmişik, 3'ü qalıb. Olacaq 7 vuraq 6 vuraq 5 bölək 3 faktorial, yəni 6-ya. 6'lar ixtisar gedəcək, 35 alırıq. 128. Deməli, çevrə üzərində A, B, C, D, Y, F, G da H olsun. Nöqtələri ardıcıl qeyd edilib, təpələrindən ikisi A və B nöqtələrində olan, təpələri A və B nöqtələrində olan neçə dördbucaqlı çəkmək olar? Artıq biz ikisini seçmişik. Nöqtələrdən ikisini seçmişik. Dördbucaqlı çəkmək üçün bizə 4 nöqtə lazımdır. İkisini seçmişiksə geriyə qalır 2 nöqtə. Həmin o 2 nöqtəni seç, ya C-dən, D-dən, Y, F, G, H-dan birindən seçməliyik. Bunların ikisindən seçməliyik. Deməli, geriyə qalır 3, 6 nöqtə. Biz həmin 6 nöqtədən ikisini seçməliyik. Yəni 6 vuraq 5 bölək 2. Bunu da hesablasaq 30 bölək 2, 15 alarıq. Yəni ilə 129'da A və B, C nöqtələrində olan neçə 5 bucaqlı? Artıq 3'ünü seçmişik. A, B, C-ni seçmişik. Geriyə qalır 5 nöqtə. Deməli, kombinizon 5'dən 5 bucaqlı dediyi üçün 3'ünü seçmişiksə 2'si qalıb. 5 vuraq 4 bölək 2, bu da
10 verəcək bizə. 130. Kombinezon 27-dən 3n çıxaq 1 bərabər kombinezon 27-dən 2n üstəgəl 3 tənliyin kökləri cəmini tapın. Fikir verirsinizsə, hər ikisi 27-dən. Deməli, sağ ədədlər bərabərdir. Solda yazılanlar da eyni zamanda bərabər olmalıdır. 3n çıxaq 1 bərabər 2n üstəgəl 3 olmalıdır. Buradan n-i tapsaq, n bərabər 4 alırıq. Bizdən köklərin cəmini soruşur. Eyni zamanda biz bilirik ki, kombinezon 27-dən 27 çıxaq 3n çıxaq 1 də 27-dən 3n çıxaq 1-ə bərabərdir. Bu da bərabər kombinezon 27-dən 2n üstəgəl 3-ə. Buradan da 27 çıxaq 3n çıxaq 1 bərabər 2n üstəgəl 3. Buradan 27 çıxaq 3n üstəgəl 1 bərabər 2n üstəgəl 3. Buradan 5n bərabər 28, 25. n bərabər 5 alırıq. Bizdən köklərin cəmini soruşur. n1 olsun, bu da n2. n1 üstəgəl n2 bərabər 9'u. n1 üstəgəl n2 bərabər 9. Bunu bir dəfə də qeyd edelim. Yəqin kombinezon 6-dan məsələn 5 bizə elə kombinezon 6-dan 1'i verirdi. Danışmışdıq, kombinezon n-dən k-ya elə kombinezon n-dən n çıxaq k-nı verir bizə. Burada da oxşar sualdır 131. 132. Sinifdə olan 20 şagirdən ikisi riyaziyyat olimpiyadasına, qalanlarından biri isə fizika olimpiyadasına neçə fərqli üsulla seçilə bilər? Sinifdə 20 şagirdən ikisi riyaziyyat. Deməli, kombinezon 20-dən 2. Riyaziyyatı seçdik. Qalanlarından geriyə qalıb 18 nəfər. Birini fizikaya, o da 18-dən 1. Hesablasaq 20 vuraq 19 bölə 2 vuraq 18-dən 1, 18 verir bizə. Bunlar ixtisar gedir, qalır 190. 190 vuraq 18. 190'ı 18'ə vursaq 3420 alarıq. 133. Bunu da yazaq. 15 şagirdən biri informatika, kombinezon 15'dən 1 vuraq. Qalanlarından geriyə qalıb bir nəfəri seçmişiksə 14 nəfər qalır. 14'ündən ikisi isə kimya. 15'dən 1 15, 14'dən 2 14 vuraq 13 bölə 2. Yəni 15 vuraq 7 vuraq 13 bərabər. Bunları vursaq 1365. 134. 10 elementli çoxluğun ən çoxu 2 elementi olan neçə alt çoxluğu var? Ən çoxu 2 elementli deyirsə, deməli 2 elementli də ola bilər. Kombinezon 10'dan 2, 2 elementləri tapdıq. Üstəgəl 1 element də ola bilər. Kombinezon 10'dan 1. Bir də bilirik ki, boş çoxluq istənilən çoxluğun alt çoxluğudur. 10'dan 2 45, 10'dan 1 10, boş çoxluqda bir dənə cəm verəcək bizə 56. 56. Burada da 135'də həmçinin 6 elementli çoxluğun ən çoxu 3 elementli olan neçə alt çoxluğu var? Deməli 6'dan 3, üstəgəl 6'dan 2, üstəgəl 6'dan 1, üstəgəl bir dənə də 1, yəni boş çoxluq bərabər. 6'dan 3 bizə verəcək 6 vur 5 vuraq 4, 20. 6'dan 2 verəcək 6 vuraq 5 bölü 2, 15, üstəgəl 1. Düz hesabladıq. 6'dan 3, 6 vuraq 5 vuraq 4 bölə 2, 20. 3 gedir 60. 6 vuraq 5. Ən çoxu 3 elementli olan neçə alt çoxluğu var? 6, 5, 4 bölək 6'ya. 20. 6'dan 2, 6 vuraq 5 bölə 2. Bu da 15. 6'dan 1, bir dənə də 6 qalıb. Üstəgəl 6, üstəgəl 1. 35, 41, 42.
136. Rəqəmlərindən rəqəmləri təkrarlanmamaqla neçə müxtəlif 5 rəqəmli ədəd yazmaq olar? 1, 2, 3, 4, 5. Deməli, 5 rəqəmli ədəd istəyir. Rəqəmləri təkrarlanmasın. Deməli, birinci yerdə verilən 5 rəqəmdən hər hansı birini yaza bilərik. Təkrarlanmamaq deyirsə, sonra 4, 3, 2, 1. Bizə 5 faktorialı verəcək, yəni 120. 137. Burada da eyni ilə 7 rəqəm var. 7 faktorial olacaq. Yox, 6 rəqəm. 6 faktorial. 6 faktorial 120. 138. Permutasiya 7-dən 4. 7 vuraq 6 vuraq 5 vuraq 4. 7 vuraq 3-dən 3. 3 faktorial. Yəni 3 vuraq 2 vuraq 1. Üstəgəl. 4-dən 4, 4 faktorial. 4 vuraq 3 vuraq 2 vuraq 1. Surətdə 8 vuraq 7 vuraq 6. Bərabər. İndi bunları ixtisar aparsaq 7-lər ixtisar gedir. 3 dənə 2, 6 ilə ixtisar gedir. Qalır burada 20. Üstəgəl. 2 ilə 4, 8 ixtisar gedir. 3 ilə 6 ixtisar gedir. Qalır burada 2, üstəgəl 14. 20 ilə 14-ün cəmi 34. 139 oxşardır. 40 da oxşardır. 41 də oxşardır. 142-ni yazaq. Deməli, n üstəgəl 2 faktorialı n faktoriala vursaq, alarıq n üstəgəl 1, vuraq n üstəgəl 2. Üstəgəl n2 faktorialı digər kəsrin məxrəcinə vursaq, n üstəgəl 2 alarıq. Vuraq bir dənə də 3. Bərabər 35. Buradan ətərzəni açaq da ən yaxşısı. N kvadrat üstəgəl 2n üstəgəl n üstəgəl 2 üstəgəl 3n üstəgəl 6 bərabər 35. Buradan alırıq n kvadrat 2n 3n 6n üstəgəl 6n müsbət 2 müsbət 8 35-i sola gətirsə mənfi 27 bərabər 0. Cəm müsbət 6 hasil mənfi 27. Deməli, mənfi 9 müsbət 3. Kənar kökdür. Kənar kök deməli doğru cavabımız olacaq n bərabər 3. 143 oxşar sualdır, yazarsınız özünüz. 144. Deməli, biz bilirik ki, kombinezon n-dən k-ya bərabər kombinezon n-dən n çıxaq k-ya bərabərdir. Deməli, ya bunlar bərabərdir, ya da bunların fərqi bərabər olur. Bizə şərtdə verilib x çıxaq 10, y üstəgəl 2-yə bərabər deyil. Onda nəticəyə görə kombinezon 9-dan 9 çıxaq x çıxaq 10 bərabər kombinezon 9-dan y üstəgəl 2-yə. Onda deməli 9-lar bərabərdir. 9 çıxaq x çıxaq 10 bərabərdir y üstəgəl 2-yə. Buradan 9 çıxaq x üstəgəl 10 bərabər y üstəgəl 2. X üstəgəl y bərabər 17. Eyni zamanda burada da fərqlidir. Deməli, kombinezon 8-dən 8 çıxaq x çıxaq 15 bərabər kombinezon 8-dən y üstəgəl 4. Buradan alırıq 8 çıxaq x çıxaq 15 bərabər y üstəgəl 4. 8 çıxaq x üstəgəl 15 bərabər y üstəgəl 4. X üstəgəl y bərabər 23-dən 4 çıxanda 21. 145-də deməli doğru cavab 21. 23, 19. Üzrsə 19. 23-dən 4 çıxanda 19. 146. A bərabər n faktorial ədədinin 390-a qalıqsız bölündüyünü bilərək ən kiçik natural n ədədini tapın deyir. Deməli, n faktorial bölək 390 deyir ki, qalıqsız bölünür. İndi n faktorial bölək 390-ı vuruqlara ayırsaq, deməli, 3-ə bölünür 130, sonra 135-ə bölünür,
Sonra 2'ye, sonra 13'e. 10, 20, görə ala 30, 390. Bəli. Fikir verin. N faktorial bölə verilən məxrəcdə hasil ki var. Bunların tərkibi elə surətdə elə bir ədəd yazılmalıdır ki, məxrəcdən ixtisar olunsun, yəni tam bölünsün. 13 ədədi sadə ədəd olduğundan N'in təkcə 13 qiyməti üçün doğrudur bu. Yəni 13-dən böyük 26, 39, 52 də ola bilər. Sadəcə bizdən soruşur ki, ən kiçik qiyməti tapın. Deməli, tam qalıqsız bölünməsi üçün 13 faktorial olmalıdır ki, məxrəcdəki 13-dən ixtisar olunsun. Deməli, n bərabər 13 ola bilər. Eyni ilə 340-ı vuruqlara ayıraq. Deməli, bunu belə yazaq. Bərabər 10 vuraq 34. Onu yazaq 2 vuraq 5. 34'ü 2 vuraq 17 kimi yazsaq. Deməli, n faktorial bölək 2 vuraq 5 vuraq 2 vuraq 17 kimi yaza bilərik. Deməli, məxrəclə ixtisar olunması üçün surətdə mütləq 17 faktorial olmalıdır ki, məxrəcdəki 17 ilə ixtisar olunsun. Deməli, n bərabər 17. 148. Yusif, Akif və Zahirin də olduğu 8 nəfərdən ibarət qrup 2 cərgə olmaqla şəkil çəkdirməlidirlər. Yusif, Akif və Zahir ön cərgədə, qalanları isə arxa cərgədə olmaqla neçə fərqli düzülüşdə şəkil çəkdirə bilərlər? Deməli, ön cərgədə deyir ki, deməli, kimlər olsun? Yusif, Akif və Zahir olmalıdır. Bir də qalanları da arxa cərgədə. Burada da 8 nəfər olması üçün burada da 5 nəfər olmalıdır. 3, 4, 5 nəfər. İndi bizə demir, Yusuf birinci olsun, Akif ondan sonra, Zakir ondan sonra. 3 nəfər öz yerlərini 3 faktorial qədər dəyişə bilər. Arxa cərgədə ümumi 8 nəfər olduğu üçün arxa cərgədə də 5 nəfər var. Bunlar da öz yerlərini istədiyi formada dəyişə bilər. Ümumilikdə olacaq 3 faktorial vuraq 5 faktorial. Yəni 120 vuraq 3 faktorial da 6, 720 formada bunlar yerini dəyişə bilərlər. 149. Eyni oxşar sualdır. İbrahim, Namik, Sabir və Səidin də olduğu 7 nəfərdən ibarət 2 cərgə. 2 cərgədir. Deməli, birinci da olsun ikinci cərgə. Birinci cərgədə kimlər olmalıdır? İbrahim, Namik, Sabir və Səid olmalıdır. Bunlar istədiyi kimi yerlərini dəyişə bilər. 4 faktorial. Ümumilikdə 7 nəfər var. Geriyə qalır 3 nəfər. 1, 2, 3. Bunlar da öz yerlərini 3 faktorial qədər yerini dəyişə bilər. Deməli, ümumilikdə 7 faktorial vuraq 3 faktorial. 4 faktorial bizə 24. 3 faktorial da 6'nı verəcək. 120, 144. Deməli, bunlar 144 üsulla yerlərini dəyişə bilərlər. 150. Heç biri bir-birinə paralel olmayan 6 fərqli düz xəttin ən çoxu neçə kəsişmə nöqtəsi ola bilər? Bunlar deyir paralel deyirlər. Paralel deyirsə, indi düz xətləri çəkirəm. 1, 2 düz xət. İndi 6 fərqli düz xət var. 3-cü düz xətti buradan çəkə bilərəm. 4-cünü də buradan çəkə bilərəm. 5-cini də buradan çəkə bilərəm. 6-cını da buradan çəkə bilərəm. Deməli, bunlar bir nöqtədə kəsişə bilərlər. Bizə ancaq bunu istəmir. Bizdən soruşur ki, ən çox neçə nöqtədə kəsişə bilər? Ən çoxu. Kəsişmə nöqtələrin sayı daha çox olmalıdır. Ona görə biz elə eləməliyik ki, kəsişmə nöqtələri daha çox olsun. Məsələn, birini buradan çəkdim, digərini belə çəkəcəm. Üçüncüsünü buradan çəkəcəm. Kəsişmə nöqtələri fikir verirsinizsə daha çox olur. Dördüncünü məsələn buradan çəkəcəm. Fərz elə belə çəkəcəm. Gəlsin, keçsin buradan. Bunu biraz çəkək bu tərəfə. Deməli, kəsişmə nöqtələrinin daha çox olması üçün deməli, biz bilirik ki, buradan fikir verin, 2 düz xətdən, baba 2 düz xət kəsişir burada. Buradan da eyni ilə 2 düz xət, buradan da 2 düz xət. Ümumilikdə olacaq kombinezon 6-dan, deməli 2 nöqtədən keçməsi üçün 6-dan 2-yə. Burada hesablasaq 6 vuraq 5 bölək 2.
Yəni 15 dənə kəsişmə nöqtəsi ola bilər. Eyni ilə 7 üçün də elə 7 fərqli düz xətt var. Deməli kombinezon 7-dən 2, 7 vuraq 6 bölə 2. Yəni 21 kəsişmə nöqtəsi ola bilər. 52. Deməli 2.557.776 7 rəqəmli ədədinin rəqəmlərinin yerini dəyişməklə 6 rəqəmi ilə başlayan neçə müxtəlif 7 rəqəmli ədəd yazmaq olar? Deməli birinci deyir 6 rəqəmi ilə başlasın. Biz 7 rəqəmli ədədi çəkək burada. 1, 2, 3, 4, 5, 6, 7 bərabər. Birinci 6 ilə başlasın. Deməli bir dənə yaza bilərik. İkinci fərqi yoxdur. Bu rəqəmlərdən hansını istəsək yaza bilərik. Geriyə qalır 6 dənə ədəd. 6 dənə ədədi istədiyimiz kimi burada yaza bilərik. Rəqəmlərin yerini dəyişməklə deyir, neçə müxtəlif 7 rəqəmli yazmaq olar. Deməli, əgər bura 5-i yazmışamsa, təkrarən 5 yazanda baxıram ki, 2-dən 5 təkrar olunur. Ümumilikdə 6 faktorial qədər, geriyə 6 dənə ədəd qalır. Sonra, indi bu 6-nı yazmışamsa, burada 5 də yaza bilərəm. Təzədən yenə 5. 2 dəfə 5-i yazmışamsa, bu mənasız olur. Ümumilikdə 6 faktorial qədər deməli, yerləri 6, 6, 6, 6, 6. Deməli, 5, bir dənə də ədəd əlavə eləyək. Bir dənə də 6. Ümumilikdə fikir versəz 6 dənə, yəni 6 faktorial qədər. Ancaq burada 5-lər, 7-lər təkrar olunduğu üçün 6 faktorialı bölməliyik təkrarlanan rəqəmlərin sayına. Yəni 2 faktorial vuraq 3 faktoriala. 6 faktorial bizə 6 faktorial yazaq, 3 faktorial vuraq 4 vuraq 5 vuraq 6. 3 faktorial vuraq 1 vuraq 2. Bərabər. 3 faktoriallar ixtisar gedir. 2 ilə 4 ixtisar gedir. 2 alınır 60. Deməli, A üstəgəl B üstü N binomun açılışında binomal əmsalların cəmi, yəni 2 üstü N. Binomal əmsalların cəmi 2 üstü N ilə tapılır. 128-ə bərabərdir. Buradan N bərabərdir 7-yə. Deməli, A üstəgəl B üstü 7. Bu açılışın 4-cü həddin əmsalını tapın. 4-cü həddin əmsalı olacaq kombinezon 7-dən 3-ə. Deməli, A üstü bunların fərqi A üstü 4, B üstü 3 olacaq. Bərabər 7-dən 3, 7 vuraq 6 vuraq 5 bölək 6, A üstü 4, B üstü 3 olacaq. Əmsalını soruşur, sadəcə dəyişənlər də yazırıq. 6-lar ixtisar gedir. 35, A üstü 4, B üstü 3. Əmsalını soruşur, əmsal olacaq 35. 154. D1 düz xətti üzərində 4, D2 düz xətti üzərində 5 nöqtə qeyd olunub. Eyni zamanda D1 D2-yə paraleldir. Təpələri bu nöqtələrdə olan üçbucaqların sayını tapın deyir. İndi biz fikir versək, deməli üçbucaq qurmaq üçün mən eyni zamanda məsələn D2-dən 3 dənə nöqtə götürə bilmərəm. Əgər 3 nöqtə götürsəm, burada üçbucaq alınmayacaq. Eyni zamanda D1-dən də 3 dənə nöqtə götürsəm, üçbucaq alınmayacaq. Deməli biz nə etməliyik? D2-dən 2 nöqtə götürə bilərik. D2-dən 2 nöqtə və D1-dən də 1 nöqtə götürsək, 3 bucaq alındıra bilərik burada. Fikir verin, bir dənə belə 3 bucaq çəkə bilərik. Deməli, bu ola bilər kombinezon D2-dən neçə nöqtə var D2 üzərində? 5 nöqtə, 5-dən 2. D1-dən də bir dənə nöqtə, 5 nöqtə, 4 nöqtə var, oradan da 4-dən 1. Üstəgəl, ola bilər ki, biz D1-dən 2 dənə nöqtə götürək, yəni 4-dən 2, D2-dən isə 1 nöqtə götürək. Bu da 5-dən 1, bərabər. İndi bunu hesablayaq. Deməli, 5-dən 2, 5 vuraq 4 bölə 2, 10, onu 4-ə vursaq 40. Üstəgəl, eyni zamanda 4-dən 2, 4 vuraq 3 bölə 2, 6, 6-nı 5-ə vursaq 30, ümumilikdə eləyəcək 70.